Esselamu aleykum cəmiən və rəhmətullah və bərəkətuh. Özümü və siz, əziz, dəyərli müminləri, inanclı bacı qardaşlarımı mübarək cümə günündə ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Uca Allah bizləri təqva əhlindən qərar versin, aqibətimizi xeyirli qərar versin, əməllərimizi günü-gündən layiqli əməl qərar versin və həyatımızda istər aşkarda, istər xəlvətdə Allah Taalanı şahid və nazir bilməkdə Allah Taala bizə lazımlı iman qüvvəsi bəxş eləsin. İntizarını çəkdiyimiz Həzrət Vəli Əsr Sahibə Zaman əleyhissalamın zuhurunu təcil eləsin. Dünyadan köçənlərimizin ruhu şad, Muhammed və Muhammedə salavat yad eləyin. Allah Teala Əhzab surəsinin 58-ci ayəsində bir ictimai məsələdən danışır. Bu məsələnin neçə mesajı var. Buyurur, Bismillahirrahmanirrahim. وَالَّذِينَ يُؤْذُونَ الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ بِغَيْرِ مَا اكْتَسَبُوا فَقَدِ احْتَمَلُوا بُهْتَانًا وَإِثْمًا مُبِينًا. Çox əcib ayədir. Ayədə tərcümə budur. Sonra bu tərcümənin inşallah biraz açıqlamasını xidmətinizə çatdıracağım. Buyurur ki, şübhəsiz ki, mömin kişilər və möminə qadınlara haqsız yerə əziyyət verənlər deyir, yu'zunəl mu'minina vəl mu'minat bighayri məktəsəbu. Yəni o işi ki görməyib, haqsız yerə onlara əziyyət verənlər bir böhtan və açıq-aşkar günah yükünü üzərlərinə götürmüş olarlar. Əcib, qərib ayədir. Burada söhbət nədən gedir? Mömin və möminədən, inanclı şəxsdən. Onların haqqında danışır. İkincisi nədir? Onlar görmədiyi bir işi onlara nisbət vermək. Və bu işin də, üçüncü hissədə deyir, bu işin ağır bir, aşkar, ağır bir günah olduğunu elan edir. Söhbət nədən gedir? Söhbət böhtan və töhmətdən gedir. Ki bir möminə və yaxud bir möminə xanıma ya bir mömin kişiyə böhtan vurasan. Bunun nə qədər ağır günah olduğunu Allah Taala Əhzab surəsinin 58-ci ayəsində açıq, aşkar şəkildə elan edir. Amma çox əfsus olsun ki, bu böhtandır, töhmətdir, şərridir. Bunlar cəmiyyətdə çox adi hal alıb. Hətta möminlərin içərisində olsa belə. Bir halda ki, qorxulu məsələdir. Allah Təbarək və Teala digər ayələrdə də baxsanız, Nur surəsində və digər bəzi surələrin ayələrində böhtan və töhmət haqqında geniş danışır. Hətta hədislər bu haqda geniş məlumat verir və bu işdən ictimaiyyətdə insanların çəkinməyə dəvət edir. Çəkindirir ki, bu şeylər olmaz. Əlbəttə, böhtan və töhmət bizim ədəbiyyatda bir-birinə yaxın anlamdadır. Böhtan və töhmət. Amma bunların arasında bir xırda fərq var.
böhtanla töhmətin arasında bir xırda fərq var. Mən istəyirəm o fərqi biraz izah eləyəm. Böhtan açıq aydın Quranda gətirib deyir, buhtanən və ismən mubinə. Deyir, o bir böhtandır, görmədiyi işi bir insana nisbət vermək. Böhtandır və ismən mubinə. Açıq, aşkar günahdır. Böhtan nədir? Böhtan bir insan heç bir iş görmədən ona bir işi nisbət verib və yəqinlə demək ki, bu adam bu işi görür. Məsələn, bir adam oğurluq eləməyib, ona oğurluq böhtanı ataraq yəqinliklə deyirsən ki, bu şəxs bu işi görüb və bunu da görənlər olub, yalan danışır da, ya açıq aydın yalandır. Bir də var töhmət. Töhmətlə böhtanın arasında bir xırda fərq var. Böhtanın məlumdur mənası. Töhmət nədir? Töhmət konkret demir ki, bu adam bu işi görür. Şübhə yaradır. Onun haqqında elə bir şübhə yaradır ki, ətrafdakıların ona qarşı mənfi düşüncəsi yaranır. Buna deyirlər töhmət. Böhtan birbaşa yapışdırır. Deyir, bu işi görüb. Ant da içməyə hazıram, görənlər də var, ondan da şahid gətirə bilərəm, amma yalan danışır. Böhtandır. Töhmət yox, töhmət konkret demir. Şübhə vəziyyəti yaradır töhmət. İndi bəzən insan istəyir böhtanla özünü qutara, qarşı tərəf istəyir bir mənfi aura yarada. Deyir, töhmət, bilirsiniz ki, töhmət biraz böhtandan yüngüldür. Çünki böhtan konkret, açıq, aydın, yalandır, yapışdırır. Töhmət biraz ondan yüngüldür. Töhmət sadəcə şərait yaradır. Bu işə şərait yaradır. Demir məsələn, bu adam zina eləyib. Böhtan atmır. Deyir ki, bu zinakarlarla bir yerdəydi. Demir zina eləyib. Demir qumar oynayıb. Deyir, qumarxananın qabağında gördük. Demir oğurluq eləyib. Deyir, oğurluq eləyənləri maşınında apardı. Yəni, nə istəyir demək? Onlardan yəqin birlikdədir. Bu da bir məsələ. Bunların fərqi var. Amma hər ikisi, hər surətdə günahdır. Biri biraz günahı o birisindən yüngültərdir. Böhtan açıq, aşkar yalandır. Şərridir. Töhmət də şərrə, böhtana şərait yaratmaqdır. Hər ikisi məzəmmət olub və hər ikisi qınanılıb. Allah Taala hər ikisinə mənfi rəy bildirir. Bu ictimai məsələdir və ictimaiyyətdə bunlara görə riayət olunur. İnsanlar bir-birinin kənarında bu işləri görürlər, cəmiyyətdə düşmənçilik, fəsad yaranır. Fəsad insanların əməlinə bağlıdır. Əgər insan əməlini düzəltsə, məsələn, mən bir şəxsəm, mən gərək öz üzərimə düşənə əməl eləyəm. Siz bir şəxsiz, hər kəs öz üzərinə nə düşür, onu eləməlidir. Bəzən mən deyirəm ki, məsələn, mən bu işi görmürəm, nə baş verir, onsuz da bu fəsad var. Bu fəsad var. Sən bir şəxssən, sən bir dənə vəzifənə əməl elə, mən bir dənə vəzifəmə əməl eləyim, tövsiyə eləyək, hər kəs öz vəzifəsini əməl eləsin, nəticədə cəmiyyətdə bu məsələlərdən azalar da. Yoxsa mən deyim, mənim bir işimlə bu iş həll olasıdır. Yox, sən üzərinə düşən vəzifə yerinə yetir. O ki, deyir, Həzrəti İbrahimi mancanaqdan atdılar. O da bir quş
Ağzında bir damcı su aparırdı. Dedilər, bunu hara aparırsan? Dedi, aparıram ki, o odu söndürəm. Dedilər, evin abadı, sənin o bir ağzındakı bir damcı su o maloya nə kar eləyər? Birisi də çöp aparırdı. Bunu nə aparırsan? Dedi, aparıram ki, o oda atım, odu qızışdırım. Dedilər, evin abadı, sənin o çöpün o oda bir şey eləməz qızışmasına. Hər ikisinin anlamı budur ki, münasibət. Mənim bilirəm bu cəmiyyətdə çox rol daşımır bu hərəkətim, amma bu münasibətimi bildirirəm, üzərimə düşən vəzifəyi yerinə yetirirəm ki, ta Allah qatında qiyamət günü şərməndə olmayam. Amma çox əfsus, çox əfsus, çox əfsus, çox əfsus. Bu məsələlər böhtandır, iftiradır, töhmətdir. Bunları rahat şəkildə nisbət vermək, bunları rahat şəkildə yapışdırmaq, bunları rahat şəkildə danışmaq, bunları rahat şəkildə bəyan eləmək bizim cəmiyyətimizdə çox adi hal alıb və insanlar heç qorxmadan töhmət atır, çox rahat da töhmət atır, şərr atır, böhtan atır, yalan danışır. Bunlar məsuliyyət daşıyır. Bütün vücud məsuliyyət daşıyır. Qiyamətdə, məhşərdə, hədislərdə var, deyir, göz, qulaq, dil, əl, əyaq, bunlar hamısı sənin əleyhinə məhşər günü şəhadət verir. Yəni, maraqlı bilirsiniz nədir? İnsanlar bu zümrədə iki dəstəyə bölünürlər. İki hissədir. Yalan danışanlar iki hissədir. Böhtan atanlar iki hissədir. Töhmət atanlar iki hissədir. İndi biraz deyəcəm, biraz düşünəsiniz və biraz da güləsiniz. Bəziləri yalandan istifadə eləyir şəxsinə. Məsələn, yalan danışır, o yalandan bir şəxsi istifadəsi var. Bəzisi də şəxsi zat istifadəsi yoxdur, adət eləyir, durduğu yerdə yalan danışır. Nə buna məsələn o yalandan bir qazanc yoxdur, nə yalandan buna bir xeyir yoxdur. Örgənib durduğu yerdə, məsələn, biri yalan danışır, məsələn, misal üçün deyir ki, nə, maşın xarabdır, bunu satır, yalan danışır, deyir, bu maşın xarab deyil, bu maşın heç bir problemi yoxdur, ta onu birinə satar ki, ondan bir qazanc qazanır, yalan danışır. Bir də var, durduğu yerdə heç kim nə maşın satmır, nə heç nə. Bu maşını da aldım, məsələn, 5.000-ə alıb. Aldım 10.000 dollara. Heç də durduğu yerdə yalan danışır. Bu adam adətkərdədir. Yəni, durduğu yerdə adət eləyib yalan danışmağa. Bu xəsərət dünya və axirətdir. Yəni, o biriləri dünyada bir şey aparır, yalan danışır, bir şey qazanır. Ay bədbəxt, sən nə qazanırsan? Heç də. Durduğu yerdə bir tema açır, bir mövzu açır, başlayır öz başına yalan danışmağa. Səni kim məcbur eləyib bu yalan danışmağa? Və yaxud bəzi insan xislətində bu var, şərr atır. İndi o şərrdən buna bir zərrə qədər dünya xeyri ola da bilər, ümumiyyətlə olmaya da bilər. Xoşu gəlir ona buna palçıq atmağa, ona buna şübhə yaratmağa. Bəs mömin nədir? Deyir ki, bir hüsnü zənni var, bir sui zənni var. Hüsnü zənn yaxşı güman, sui zənn pis güman. Allah Teala Quran-ı Kərimdə deyir, möminlər heç vaxt sui zənn eləməyin. Həmişə hüsnü zənnidə olun. Bu tərəfdən də möminə deyir ki, sən də yaxşı da bunu bu tərəfdən deyirəm ki, hüsnü zənn eləsinlər, sui zənn eləməsinlər. Sən də sui zənn yerdə qərar tapma ki, insanların ağzına nədir? Söz olasın. Bu tərəfdən də hüsnü zənnə də deyir ki, sən də hüsnü zənnin bir həddə olsun. Da o kəs kimi olmayasan ki. Biri vasvası idi. Fiqdə deyirlər, hökmdə deyirlər, vasvas adama çox etina eləməyin. Vasvas nədir? Hay, ora nəcisdir. Hay, əlim buradaydı, bura nəcis oldu. Hay, belə oldu. Hay, elə bu xəstədir də, bu adam vasvasdır. Həqiqətən bu fiqdə vasvasdır. Deyirlər, ona çox etina eləməyin. Və biri də çox vasvas idi. Getdi, gəldi bir alimin yanına. Alim də dedi ki, sən vasvasçılığını tərcih.
ta nəcisi gözlərinlə görməyənə qədər sən yəqin eləmədin, inşallah bir şey yoxdur. O da dedi, nəcisi gözünlə görməyənə qədər. Bu da bir arxın kənarından gedirdi. Sözü istəyirəm ifadəmə görə, arxın içindən bir dənə it çıxdı. İt də eyni nəcisdir də, nəcisin özüdür. İt sudan çıxanda tükləri yapışır, sonra biraz özünə belə təkan verir, tükləri düzəlir. Bu atlayırdı, it arıqdan çıxdı, biraz özünü belə təkan verdi, bunun üstündəki su damcıları bunun üstə töküldü. Bu qaldı. Buna ustad deyib ki, sən inşallaha, maşallaha dedi, inşallah qoyundur. Dedi, inşallah qoyundur. Da bu olmur da, burada olmaz ki, nətər sən nəcəsin eyni görürsən, nətər deyirsən bu inşallah bu budur. Gördün ki, məsələn, nəcəsin üstə su gəldi, değdi, sənin üstə daşlandı, bu da bu inşallah palçıqdır, bu nəcəsdir axı. Bu bəzən insanlar bu düşüncədədir, bu təfəkkürdədir ki, elə deyir, Allah Taala deyir ki, siz hüsnü zənn eləyin. O tərəfdə deyir, da sən hüsnü zənn görürsən, bu adam getdi, bunu oğurladı, apardı. Nə hüsnü zənn eləyəsən? Oğursudur da. Bu ayə nə deyir? Bu ayə deyir ki, möminləri və möminələri böhtanla əziyyət etməyin. Bu açıq, aşkar günah yüküdür. Amma bu tərəfdən bu ayə bunu demir ki, sən bir möminə təzəkkür vermə. Deyir, mən getdim cümədə bir ayəyə rast gəldim ki, ağa buyurdu ki, deyir, möminə əziyyət vermə. Bu da gedib o işi görmüşdü, mən istədim gedəm ona təzəkkür verəm, fikirləşdim ki, bu birdən narahat olar, qəlbi sınar, bu əziyyət olar. Mən bu işi görmədim, deyir, xeyr, bu ora daxil deyil. Təzəkkür vermək lazımdır. Mömin bir səhv iş görübsə onu başa salmaq lazımdır. Əksinə ona təzəkkür verməmək onun haqqında ən böyük cəfa eləməkdir. Təzəkkür lazımdır, amma İmam Sadiq əleyhissalam buyurur, təzəkkürün qayda qanunu var. Sən təzəkkür deyib, ictimaiyyətdə onu abırına apara bilməzsən, ictimaiyyətdə onun açıq, aşkar şəkildə sıxma boğmaya sala bilməzsən, təklikdə ona həqiqəti başa salırsan, gördüyü o səhvi başa salırsan və onu da qayğıdan, məhəbbətdən başa salırsan ki, qardaş, bu sənin ziyanınadır. Sən mən yaxın dostumsan, o cəhətdən deyirəm ki, bu ziyanı sən həyatında görməyəsən, düşməyəsən bu ziyana, bu cəhətdən. Möminə əziyyət verməyin bir neçə mənfi mesajı var. Mən bunlardan bir neçəsini burada inşallah qeyd edəcəm. Əlbəttə, müminin qəlbi, bilirsiniz, hədislərdə çoxdur deyir, müminin qəlbi Allahın ərşidir. Müminin qəlbini sındırmaq, Allahın ərşini lərzə gətirmək mənasındadır. Müminin qəlbini sındırmaq olmaz. İndi biz bəzən gündə bir dənə mömin qəlbini sındırırıq, sonra onu ürəyinə əl almaq üçün yenidən bəzi işlər görürük. Deyir, yox, bu işi əvvəldən gələn möhkəm tutasan. Müminin qəlbini məbada sındırasan. Buyurur, liyəzən bihərbin minni mən aza abdiyəl mümin. Allah Teala buyurur, deyir, hər kəs mənim mümin bəndəmə azar versə, mənimlə müharibə eləyir. Gör, nə qədər yuxarı sözdür. Allah Teala ilə müharibəyə qalxıb, o kəs ki, bir müminin qəlbini sındır. Sanki Allahla cəng eləyir, müharibə eləyir. Allahla müharibə, kim istəyir Allahla müharibə eləsin, getsin bir də müminin qəlbini sındırsın. İndi mömin də gələn nazənin olmuyor da, elə hər sözə reaksiya verib. Bəzi insan var, o xislətində nazənli, belə anırdır deyirsən, küsür getdi. Qardaş, hara gedirsən, bir kəlmə söz danışırıq. Bu ona aid deyil. Bu hədis ona aiddir, bunun mötəzərəsi, bu ona aiddir, o xəstədir onda. Həqiqətən, valla, bəzən bizim təzəkkür verməyə ixtiyarımız yoxdur. Biz dostsan da, dostumunu qəbul eləməli ki, dostum, hər şey sən bildiyin kimi deyil ki.
Elə deyirsən, o tərəfə dur, getdi. İndi biz də gələ fikirləşək ki, bunun qəlbini biz sındırdıq, Allahla biz mübarizəyə mi qalıqdıq? Yox, bu ora aiddir. Bu normal vəziyyətə, anormal vəziyyətlərə aid deyil. Normal vəziyyətdə deyir, bir müminin qəlbini sındırma. Sındırsan, sanki Allahla mübarizəyə qalxıbsan. Bu bir mənfi təsir. 2. Əziz Peyğəmbərimiz buyurur, Mən əhzənə mu'minən thumma a'tahu dunya ləm yəkun zəlikə kəffarətəhu və ləm yu'cəz aleyh. Deyir, hər kəs bir mümini qəmgin eləyə. Bir mümini əziyyətə sala, onu qəlbini sındıra. Sonra da ona bir dünya bəxş eləyə. Ona gedə bir hədiyyə ala gətirə, bəxş eləyə. Deyir, bu işi onun kəffarəsini yerinə yetirməz. Görürsən, bəzi günahlar var, onun kəffarəsi var. Məsələn, yalandan Allaha and içdi, kəffarəsi nədir? 3 gün gərək oruç tuta ki, onun cəzasıdır. Peyğəmbərimiz buyurur, deyir ki, qəlbi sındır, sonra get dünyanı al, gətir ona ver, o kəffarəni əda eləməz. Və nə iş görək? Neyniyək? Gərək onu razı salasan, gərək halallıq alasan. Halallıq çətin məsələdir. İnsan halallıq olmadan dünyasını dəyişir. Halal olmadan dünyasını dəyişir. Bir kəs deyər ki, mən onu bağışlamadım. Məhşərə qaldı bizim məsələmiz və öləndə də onu bağışlamaya çox çətin. Ona görə tövsiyə budur ki, insanlar nə qədər ötəsi dünyaya getməyibsən, gərək insanların hamısından halallıq alasan və insanlar da qəlbdən sənə halallıq. Hədislərdə var, deyir, 40 mümin bir nəfərin təşhi cənazəsində şəhadət versələr ki, biz şəhadət veririk, bu insan yaxşı insandır və biz şəhadət veririk ki, bu insan halal insandır, biz şəhadət veririk ki, bu insan Allah bəndəsidir, Allah onu bağışlayar. Allah onu bağışlayar 40 müminin şəhadətindən. Amma bu o demək deyil ki, 40 mümin sənin üçün dua elədi, 41-ci səndən narahat oldu, bu 40-ın yox. Bu bir kinayədir ki, sən cəmiyyətdə gərək ki, insanlarla halallığın ola. Allah sənə and verəm izzət və cəlalına, öz böyüklüyünə, əzəmətinə, rəhmətinə, kərəminə, izzətinə, Allahlığına xatir, Pərverdigar aləm. Bu dünya müvəqqəti mənzildir, keçəri mənzildir. Bu müvəqqəti mənzildə üzümüzü ağ elə. Pərverdigar aləm möminlərin qəlbini sındırmamaqda, onların haqqında həmişə yaxşı fikirdə olmaqda, onların haqqını müdafiə eləməkdə bizə görən göz və möhkəm qəlb nəsib elə. Pərverdigar aləm bizi bir-birimizə mehriban qərar ver. Pərverdigar aləm sənə and verəm Həzrəti Zəhra hörmətinə gələn cüməmizi bu cüməmizdən daha xeyirli, daha bərəkətli qərar ver. Hüccət ibn-i Həsən, Həzrəti Məhdi, Əccəlallah Teala fərəcəh-ü şərəfin zuhurunu təzil elə. Vəssalamu aleykum və rəhmətullah və bərəkətuhu. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd, Allahus samad, ləm yəlid və ləm yulad və ləm yəkun ləhu kufuvan əhəd.